أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli dinleyiciler, biz her birimiz özümüz barəmizdə bu sualı öz vicdanımıza verməliyik ki, mən şükür edən qullardanam, yoxsa üsyankar qulam? Değerli dinləyici, əlbəttə ki, bizim dərslərimiz Allah şahiddir ki, gerçək budur ki, sizə dərsi danışarkən sizdən öncə bu sualı sizə dərsi danışanın özü özünə verir. Sonra sizinlə bu paylaşılır. Çünki biz insan olaraq həqiqətən də bəzi məqamlarımız vardır ki, biz orada xəta edirik, xətalarımızı görmürük. Baxın, biz özümüzü imtihan eləsək ki, mən hansılardanam? Şükür edənlərdənəm, yoxsa şükür edənlərdən deyiləm. Əgər həqiqətən də biz səmimi olsaq bu araşdırmamızda və biz görəcəyik ki, aman Allahım, nə qədər uduzmuşuq biz. Bəli, dəyərli insanlar. Siz bilirsiniz, Allah bizim nə qədər nazımızla oynuyor, nə qədər bizi yola verir. Əgər o bizim xarakterimizə görə, etdiyimiz şükürsüzlüyə görə bizi cəzalandırsaydı, bəlkə də nə bugün bu danışan buradaydı, nə də dinləyənlər. Bəlkə də heç birimiz qalmamışdıq. O qədər biz Allahın nemətlərini görməməzlikdən gəlirik. Çox vaxtı. Əlbəttə ki, ümumilikdə hədəfimiz sırat-ı müstaqimdir. Yəni doğru yoldur. Biz doğru yolu axtarırıq. Biz Allahdan cənnət arzu edirik. Və biz istəyirik ki, Allah bizi sevsin və biz də onu layiqincə sevə bilək. Amma bütün buna baxmayaraq, nəticə etibarilə biz insanıq. İnsan, bax mənasından da görünür, unutqan. Bəli, biz bəzən Allahın böyük nemətlərini unuduruq, dəyərli insanlar. Nemət nə deməkdir? Nemət, Allahın öz quluna verdiyi gözəl bir ya xasiyyətdir, ya həyat tərzidir, ya bədən sağlığıdır. Bunu insan öz həyatında çox şeydə tapa bilər ki, bu Allahın nemətidir. Bizim hər birimizdə o qədərdir ki, bu nemətlər. Allah Ər-Rəhman surəsində hər bir ayəni endirdikdən sonra o ayənin ardınca demişdi. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ. Siz Rəbbinizin hansı nemətlərini inkar edəcəksiniz? Hansı nemətlərini? Dəyərli insanlar, unutmayaq ki, biz Allaha nə qədər şükür etsək, o zaman biz Allah qarşısında şakirlərdən ola bilərik. Yəni, şükür edənlərdən. Və özü də şükür edən, bu həm də Allahın ad və sifətlərinin içində var. Əş-şəkur, şükürə layiq olan. Hətta Allah belə öz qulunu elədiyi yaxşılığına qarşılıq verir. Bütün şəkur, yəni o özü də şükür edən deməkdir. Yəni Allahın özü belə. Sən ona bir yaxşılıq etdinsə, onun əvəzini sənə 10 minlərlə, 100 minlərlə ödəyəcəkdir. Sənin elə Rəbbin vardır.
Ona görə o bizdən daima şükür tələb edir. Biz isə həyatda yaşadığımız bir sıxıntı bəzən Allahın böyük nemətlərini göz ardına alır. Bəli, dəyərli insanlar, nə qədər şikayət edirik, biz nə qədər deyinirik. Hətta o qədər deyincək olmuşuq ki, bir insan şükür edən olanda insanlar onun barəsində belə düşünür. Deyəsən bunun vəziyyəti yaxşı deyə. Biz buna deyirik ki, nə bilim, vəziyyət pisdir, pul yoxdur. Bu deyir, əlhəmdülillah deyir. Və yaxud da ki, xəstəyəm, deyir, əlhəmdülillah deyir. Deyəsən bunun vəziyyəti yaxşıdır. Halbuki, bəlkə də sənə şükür et, səbirli ol deyən, bəlkə də o sıxıntısından, bəlkə də dərdindən az qala ürəyi partlasın. Bəlkə də o durumu yaşayır. Sən nə bilirsən ki, o Rəbbi ilə başlı başına qalanda nələr yaşayır? Sən bilirsən Allahın rəsulları öz Rəblərinə qarşı o qədər şükürlü idilər ki, amma onların həyatı yaşadığı dövrün ən acınacaqlı həyatı olub. Bəli, dəyərli insanlar, siz bilin, İbrahim əleyhissalam, Allah ona dostum sözünü deyirdi ha. Siz bilin ki, İbrahim əleyhissalamın dönəmində onu qədər ıstırablı həyat yaşayan birisi olmayıb. Ailə üzvləri tərəfindən qovulub. Xalqı tərəfindən qovulub. İşgəncələr verilib. Zəkəriyya əleyhissalamı öz xalqı Allahdan başqa ilah yoxdur dediyinə görə onu qovdular, ağacın içində tutdular və ağacın girişini bağladılar, o çıxa bilmədi oradan. Sonra onu mişarla doğramağa başladılar. Mişar Zəkəriyya əleyhissalamın qabırğasını kəsəndə, bunu gözünüzün önünə gətirin, dəyərli insanlar. Zəkəriyya əleyhissalam qışqırdı, axı can ağlayır, can inciyir. Zəkəriyya əleyhissalam qışqırmaq istəyəndə, bilirsənmi Cəbrail ona nə dedi? Allah, daha doğrusu ona ilham etdi. Allah ona vəhiy etdi. Ey Zəkəriyya, səsini çıxartma. Səsini çıxartma, yəni gizlən demək deyildi. Canın ağrıyırsa, qışqırma belə. Sən mənim rəsulumsan, nəbimsən. Sən mənim peyğəmbərimsən. Sən nəyə qışqırırsan? Niyə fəryad çıxardırsan? Sən görmürsən, bu doğranmanın ardında nə gəlir? Bax, nemət doğranmanın ardından gəlir. Cənnət, Allaha qovuşmaq, Allahın sevgisinə qovuşmaq. Bunun ardınca o gəlir. Hara qışqırırsan? Zəkəriyya əleyhissalam əli ilə ağzını tutdu. Əli ilə ağzını tutdu ki, can ağrısına fəryad belə etməsin. Biz haradayıq? Haradayıq ey müsəlmanlar? Nə qədər deyinirik? Əmin, amanlı bir yerdə yaşayırıq hətta. Yenə də deyinirik. Nə üçün? Nə bilim, bəlkə də təqaüdümüzü biraz çoxaltmadılar. Və yaxud da ki, filan şeyin qiyməti qalxdı. Bəli, bunlar problemdir. Mən demirəm, əcəb edirlər, qaldırırlar. Əgər qiymətləri yersiz qaldırırlarsa, Allah zaten onların cəzasını verir. Heç biri onlara qalmır ki, amma insanların həyatını çətinləşdirirlər. Və onlar orada zəngin yaşayırlar vəzifələrdə, kürsülərdə, yüksək maaşlar alaraq və rüşvətlər alaraq və insanların da həyatını düşünmədən bunları qaldırırlarsa hər şeyin qiymətini, əlbəttə ki, onlar bunun cəzasını dünyada da alır ki, biz tez-tez görürük, qara masqallar gəlib onları necə aparır, yığdıqlarını hamını onlardan alır və sonunda da özü günahkar olaraq Rəbbinə tərəf gedir. Biz bunları görürük. Bu yaxşı hal deyil. Amma təkrar deyilir. Bir möminə bunun fəryadı yaraşmaz. Yəni, sən araşdırma apara bilərsən, mədəni şəkildə incələyə bilərsən, şikayətini bildirə bilərsən. Mənim həyat tərzim buna çatmır, gücüm yetmir, yardım et, kömək et, yaxud da ki, bu qanunları düzəlt, deyə bilərsən. Amma o şikayətlər var, çayxanalarda oturub şikayət, fəryadlar, sosial şəbəkələrdə
deyinmələr, onu edən insan bir baxsın həyatına. Əgər o mömindirsə, utansın. Baxsın ondan qabaq yaşamış möminlərin həyatına, səbr etsin, sakit qalsın və desin, Allahım, bu günümüzə şükürlər olsun. Ey Allahın qulları, qabaqda səni Rəbbinə qovuşmaq gözləyir. Nəyin peşindəsən sən? Bu nədir həyatını buna həsr etmirsən? Şikayətlər, deyinmələr, üsyanlar, qarşı çıxmalar, problemlər yaşayırsan. Bu lazım deyil. Sən Rəbbinə qovuşmağa doğru istiqamətdəsən. Bəli, qoy bunu incələyənlərlə danış. Bəli, dərdini müəyyən adamlara bildir. Sənin səsini müəyyən yerə çatdırsınlar. Yəni, mədəni və gerçək şikayətini et. Amma Allahla öz aranda bu zamanı itirmə. Rəbbinə daha çox dərdini danış. Rəbbinə danışsan, sənin Rəbbin çarə qılacaqdır buna. Unutma, sənin rəsullarında, sənə göndərilmiş rəsullarda inanılmaz ibrətlər vardır. Bilirsən, danışdığımız kimi, nəbilərin həyatı dəhşət acımasız olub. Bax, Musa aleyhissalam elə bir zamanı olub ki, o ağacdan yarpaq dərib yeyib acından. Həqiqətən, Musa aleyhissalam belə bir dönəm yaşayıb. Ağacdan yarpaq dərib yeyib, yoxsulluqdan, gücsüzlükdən. Amma Allah ona bunu dedi. Ey Musa, mən səninlə danışdım, səni özümə rəsul seçdim. Bu nemətə görə Rəbbinə şükür et. Yəni, üsyan etmə, deyinmə, bu nədir? Evlənə bilməmişəm, yoxsulam, bir öz canımı saxlaya bilmirəm. Musa aleyhissalamın içindən keçən suala Allah Qur'an-ı Kərimdə ayə olaraq bunu endirdi. Sənə verdiyim nemətləri xatırla ey Musa. Yəni, mən səninlə söhbət etmişəm. Bu sənin üçün nemət deyil, bundan böyük nemət var, Allah səninlə danışır. İndi biz, ey müsülmanlar, sən təsəvvür edirsənmi? Allah sənə gecə namazı qılmaq şansı verib. Sən bilirsən, bu insanların bəlkə də 90%-dən yuxarısına bu nemət verilməmişdi. Onlar Allah ilə gecələr söhbət edə bilmirlər. Sən elə bilirsən, o yorğundur, yatır. Arada məndə də, səndə də olur, yatırıq. Sən elə bilirsən, biz yorğunluqdan yatırıq. Xeyr, xeyr. Biz haçan gecə namazına durmadıqsa, Allah bizi cəzalandırır. Sənə deyir, ey qulum, səni də yatızdırar amma, bax bu zənginlər kimi, vəzifəlilər kimi, gecə namazı nədir? Heç gündüz namazını qılmır o. O bilirsən niyə qılmır? Onun vaxtına görə deyil. Mən ona o neməti verməmişəm. Çünki o ona layiq deyil. Allah səni layiq bilib, səni gecə namazına oyadır. Biz dəfələrlə olub, gecə namazının vaxtına yarım saat qalıb, demisən ki, Allahım, mən yatmasam necə olacaq? Yatmısan, yalvarmısan ki, Allahım, oyana bilim. Yatmısan, yarım saatdan sonra elə oyanmısan ki, elə bir saatlardır yatmısan. Allah səni onu arzuladığına görə səni layiq bildi, oyatdı. Və elə vaxtı olub ki, 5 saat, 6 saat yatmısan, amma gecə namazına yorğunluqdan dura bilməmişsən. Deməli, layiq olmamısan. Əgər sən, ey dəyərli dinləyici, gecə namazı qıla bilirsənsə, sən 5 vaxtı namazı qıla bilirsənsə, bilginən ki, Allahın neməti sənin üzərində. Bundan sonra bütün dünyanın ıstıraplarını çəksən, xəstəliklərini çəksən, sən bilginən ki, sənin dostun Allahdır. Səninlə söhbət etməyi xoşlayır. O səni gecə namazına oyadır. Qaldı ki, dünyanın sıxıntıları Allah şahiddir ki, bəlkə də müminin yaraşığıdır o. Çünki insan sıxıldıqca daha gözəl duyğularda olur. Baxın, bizlər bəzən deyirik ki, bax, bu çoxumuzun ağzının sözüdür. Mənim indiki ağlım keçmişdə olsaydı, bu şeyləri etməzdim.
Yəni mənə bir dəfə də fürsət verilsə, mən o səhvləri etmərəm. Ey insan, unutma. Sən səhvləri, sıxıntıları, başına gələn problemləri yaşadıqca insan olursan. Sən daha mükəmməl insan olursan. O sıxıntıları yaşadıqca, xəyanət görürsən, sevginin qədrini bilirsən. Xəstəlik yaşayırsan, sağlığın qədrini bilirsən. Yoxsulluq yaşayırsan, əlindəki itirdiyin zənginliyin qiymətini bilirsən. Deməli, o zənginliyin qiymətini bilmənə yoxsulluq səbəb oldu. Sağlamlığının qədrini bilməyə, gənclikdə itirdiklərimin qədrini bilməyə xəstəliklər səbəb oldu. Deməli, yaşadığın bu xəstəlik sənə Allahın nemətlərini göstərir. Fikirləşmə ki, mənim bir dəfə də şans verilsə, bu səhvi etmərəm. O səhvi etməsən, heç o neməti də anlamayacaqsan ki. Bəli, heç anlamayacaqsan ki. Yəni, bəzi zənginlər var, çox zəngindirlər deyə, heç nemətin qədrini bilmirlər. Heç bilmirlər yoxsulluq nə deməkdir. Bəzi sağlam adamlar var, xəstə adama baxanda, xəstəyə deyir, bu nə gündədir bu? Məndə heç belə problem. Mən heç, məsələn, bir yerini deyir, mən heç iç orqanlarımdan əziyyət çəkməmişəm. Məndə hər şey yaxşıdır. Bax, gör nə qədər nankordur. Demir, Allahım, özdə gizlində ya, xəstənin yanında deməzlər, əlhəmdülillah, mən bunun kimi deyiləm. Gizlində demirsən ki, əllərini qaldırıb de, Allahım, sənə şükürlər olsun. Sən mənə onu yaşatsaydın, mən kim idim ki? İstəsəydim, mən onu yaşaya bilərdim. Sənə həmd olsun ki, mənə onu yaşatmamısan. Mənim gözlərim görür. Mən xəstə deyiləm. Mənim filan yerim sağlamdır. Əlhəmdülillah. Yəni, neymətlərə şükür et. Neymətlərə baxıb da, mən belə deyiləm, fəxr etmə. Dəyərli insan, biz rəsulların həyatında bizə necə ibrətlər var. İbrahim əleyhissalam oda atılıb, yandırılır. İbrahim əleyhissalamı vətənindən qovurlar. İbrahim əleyhissalam ata tərəfindən xəyanətə uğrayır. Bütün bunları görüb gözünün önündən keçirdən insan məyus olmaq istəyir ki, Allahım, bu nə həyatdır mən yaşayıram. İçindən bu duyğu keçmək istəyərkən Allahın ona dediyi, ey İbrahim, biz səni xəlilimiz etdik. Yəni, sən mənim xəlilimsən, dostumsan. Nə istirabdır bu, nə darıxmaqdır, nə sıxıntıdır. Bax, anında rəsulların içində bir fırtına qopub ki, mən Allahın dostuyam, bu nədir? Düşünürəm. Allahın Rəsulü Muhammed sallallahu aleyhi və səlləm bir gün yoxsulluq onu elə sıxmışdı, o darıxdı. Allah Cəbraili indirdi. Dedi, ey Cəbrail, get mənim Rəsuluma de, onu sıxan dünyadır. O dünya üçün belə darıxır. Ona de, əgər dünyanı istəyirsə, onun ayağının altının qumunun hər danəsini qızıla çöndərərəm onun üçün. Yəni, o mənim dostumdur, dünya mənimdir, necə istəsəm verərəm. Süleymana vermədim, sarayının yeri billurdan idi. Billur, yəni bugün sənin dediyin o bırliyanta bənzər maddə. Yəni, onu Allah onun ayaqlarının altına döşəmişdi. Yəni, bu Allahındır, verərəm. Allahın Rəsulü Cəbraildən bu xəbəri eşidəndə onun gözlərindən yaş damla axır. Yaş niyə axır? Dünya insanı sıxır. Həqiqətən yoxsulluğa dözmək çətindir. Xəstəliyə dözmək asan deyil. Amma bir tərəfdən Allahın bu xəbəri ki, sən mənim dostumsan, sən mənim yanıma gələcəksən, sən mənim yanımda görəcəksən keyf nədir, zövq nədir, sağlıq nədir, uçmaq nədir, sevmək nədir, yanımda görəcəksən, səbr et, nə qalıb ki, 50 il, 60 il, qısa ömürdür, səbr et, döz, üsyan etmə, qarşı çıxma, bu nemətlər səndən bu şükür nemətini almasın. Bax, bu rəsulların gözündən yaş gəlib bu xəbəri eşidəndə. Bax, bunda bizə niyə ibrət yoxdur ki? Yaşadığımız bəzi sıxıntılar, problemlər, hadisələrlə əgər sən o hadisələrin içində nəyi yaşayırsansa, hansı problemi yaşayırsansa, əgər sən onun içində namaz qıla bilirsənsə,
Bunun sevinci sənə bəsdir ki, sən Rəbbinə şərik qoşmadan, üsyan etmədən ibadətini edirsən. Əlbəttə ki, dünya problemini düzəltməyə çalışacaqsan. Xəstəsənsə, elə əlhəmdülillah deyib, xəstəliyin daha da artırmayacaqsan ki. Müalicəsi var, gedəcəksən müalicəsinə. Yol axtaracaqsan, amma gücün yetmirsə, nə pulun yetir, nə həkimlərin çarəsi var. Yoxdur. Yoxdurmu? Sevə-sevə, fəxrlə, zövq ilə de, əlhəmdülillah. Ey insan, əlhəmdülillah zikri, yeri göyü titrədən zikirdir. Əyyub əleyhissalam yaşadığı xəstəliyə əlhəmdülillahi o qədər dedi ki, Allah sonunda bir damla su göndərərək onu o suyun içində bütün gəncliyini ona qaytardı. Yəni sən bu qədər bunu haqq etdin ey Əyyub. Bunu haqq etdin, sənə qaytardım. Bütün yaşadığın gözəlliyi sənə yenidən dünyada qaytardım. Qaytardı. Amma eləsi olub ki, ona vermədi. İsa əleyhissalam, dəyərli insanlar, İsa əleyhissalam kimi bəlkə də bir sıxıntılar yaşayan, bəlkə də bir insan yer üzünə gəlməyib. İndi bəlkə deyirik, çünki hər kəs öz içində, öz dərdi ona görə çox böyükdür. Hər kəsin öz gücünə görə bir sıxıntı yaşayır. Amma İsa əleyhissalam həm mənəvi olaraq sındırılırdı, ona deyirdilər vələdüz-zina, bit. Yəni, atasız dünyaya gəlib. Bilirdilər ha, bu peyğəmbərdir. Çünki o qundaqda danışıb. Qundaqda danışıb, onu görürdülər, susurdular, gücləri çatmırdı. Biraz keçirdi, yenə də böhtan atırdılar. Ki onu incitsinlər. Niyə? O deyirdi ki, Allaha ibadət edin. Allaha şəriklər qoşmayın. Bax, o insanları qıcıqlandırırdı. İsa aleyhissalamın anasına iftira atdılar. Özünə iftira atdılar. Və işgəncələr verdilər. Və sonunda onu öldürəcək qədər, çarmıxa çəkməyə qədər apardılar. Düzdür, bizim imanımıza görə o olmadı, amma bax, onu İsa'ya etdiyini zənn etdilər. Bax, ora qədər ona zülm etdilər. Amma Allah bilirsən, İsa aleyhissalama bütün bu sıxıntıların altında nə dedi? Ey İsa, biz səni qundaqda danışdırmışıq. Ey İsa, mən sənə rəsulluq bəxş etmişəm. Yəni, bu sıxıntıları gözün önünə qoyma. Yəni, çox da bu sıxıntılara baxıb da dərd etmə. Sənin sevinəcək həyatında necə hadisələr var. Sən mənim rəsulumsan. Sən mənim nəbimsən. Mən səninlə danışıram. Sənə bu neymətlər bəs deyil. Təsəvvür edirsinizmi? Yaşadığı bu qədər sıxıntının altında gör Allah onu nələri göstərir. İndi sən, mən, ey Allahın qulu, ey bədənindən şikayət edən, ey yaşadığı həyatından şikayət edən, ey qanunlardan şikayət edən, səni sevindirəcək heç bir şey yoxdur həyatında. Yəni, sən hələ bilmirsən ki, nələr ki var ona görə sevinmək lazımdır. Bax, dəyərli insan, insan elə bir məxluqdur ki, o özündə nəyi yaşadırsa, o inkişaf edir. Nəyi öldürürsə, o ölür. Əgər sən özündə sevinci yaşatsan, sevincə, sevgiyə, şükürə xidmət eləsən, yəni dilivə daima şükürü gətirsən, nemətləri görsən, desən ki, əlhəmdülillah, xəstəyəm, amma Allah mənim üçün pul yetirib. Yəni, dərmanımı ala bilirəm. Və yaxud da desən ki, yoxsulluqdan əziyyət çəkirsən, yoxsulluqdursa, deyərsən, əlhəmdülillah, bu yoxsulluğa dözəcək bədən verib mənə Allah. Dözürəm yəni. Yəni, durub gücüm yetir ki, çölə çıxıb ailəmin bəzi ehtiyaclarını ödəməyə ayağım var, gedirəm yəni. Yəni, mən tamamilə sıfırlanıb bir yerə atmamışam ki, atılmamışam ki. Axır bir ayağım var, gedirəm, heç olmasa, mənə 10 lazımdırsa, heç olmasa birini tapa bilirəm. Yenə bir şeylər vardır ki, ona görə şükür etməyə dəyər. Sənin həyatında var. Sən onu gücləndirsən, sən şakirlərdən olacaqsan, şükür edəcəksən. Hər halına şükür edəcəksən. Sən xəstə olacaqsan, deyəcəksən, əlhəmdülillah.
Çünki özündə onu gücləndirmisən. Öz beynində onu formalaşdırmısan. Özüvə onu təlqin etmisən. O qədər təlqin etmisən ki, sənin sıxıntın var, amma üzündə həyat rəmzləri var. Yəni sənin üzünə baxan deyir, deyəsən bunun vəziyyəti yaxşıdır. Çünki bu qədər sıxıntının içində, gözlərində həyat var. Yəni o bizim gözümüzdən görünür, dəyərli insan. İnsan bəzən birindən gözünü qaçırdır, onu görmək istəmir, gözünü qaçırdır. Çünki gözlər çox söz deyir bizə. Bəzən birinə baxıb gülməyimiz gəlir, üzümüzü çevirir ki, baxsam gülərəm. Bax, gözlər bizə çox sözü deyir. Və yaxud da ki, gözlərdəki nifrət özünü biruzə verir. Biz əgər içimizə şükrü, əlhamdülillah kəlməsini yerləşdirsək, yaşadığımız heç bir sıxıntının bizə gücü yetməyəcək. Heç bir sıxıntının. Əlimizi kəssələr, ayağımıza görə şükür edəcəyik. Ayağımızı kəssələr, dilimizə görə şükür edəcəyik ki, bu dilim var, mən Allah ilə danışa bilirəm. Yəni, şükür etməyə yenə bir yerimiz var. Amma biz özümüzə üsyanı təlqin eləsək, hər nədə deyinməyi, şikayəti, bu nədir, təlqin eləsək, özümüzü buna alışdırsaq, vəssalam, biz bir pessimist bir həyat yaşayacağıq. Qaş qabağımız töküləcək, üz dizgilərimiz qəzəbli olacaq, üzümüzdən təbəssüm itəcək, hətta arada gülmək istəsən belə görürsən o adam gülə bilmir, gülüşü eybəzər olur. Yəni bu adam güləndə belə nifrət tökülür bunun üz dizgilərindən. Bax, özümüzü ona istiqamətləndirəcəyik və biz heç bir neməti görməyəcəyik. Bir nəfər bizə 1000 yaxşılıq eləyəcək, bir dəfə bacarmasa deyəcək, nə etmisən mənim üçün? Elə bilirsən o yalan deyir, o düz deyir. Nə etmisən onun üçün? Çünki o görmür ki onu. Kör olubdu o, görmür onu, görə bilmir onu. Əlini bal eləsin, ona yedizdirsən, deyəcək, sənin balın turşdur. Ona yaxşılıq edəcəksən, deyəcək, bu nədir alımısan mənim üçün? Xarabdır, vəcə gəlmədi, aldığın şey vəcə gəlmədi. Halbuki, amma optimist insan isə onun başına bir hətta ona yaxşılıq etmişdin. Sənin yaxşılığın heç ona lazım olmadı. Misal üçün, onun üçün bazarlıq eləmişdin, nə bilim, evə gəldi çatdı, onlar hamısı xarab idi. Amma o, onu elə sevə-sevə alır səndən. Sənə elə təşəkkür edir ona görə ki. Çünki onun içində şükür neməti həyat tapıb. O, öz içində şükrü yaşadıb. Ona görə o, həqiqətən də onu nemət görür. Çünki ona lazım deyil onun zahiri. O deyir ki, bu adam mənə sayğı göstərib. Bu adam evindən çıxanda mənim adımı çəkib ki, gedim filan kəskin bir şey alım gətirib. Ən ucuz bir şey alıb sənin üçün gətirib. Və yaxud da ki, səni bir kəlmə ilə, səs atmaqla telefonuna ki, salam aleykum filan kəs, keyfin necədir, darıxdım sənin üçün, bir söz atıb sənə. Şükrü öz içində gücləndirən insan bu adam üçün deyir, məni necə sevindirdi bu bir qısa kəlməsi ilə. Amma zalım adam isə deyir, buna bax, mən nəhayədə bu da mənə atıb, necəsən, darıxdım sənin üçün. Allah bilir başından nə keçir, darıxdım sənin üçün. Nə bilim, bəlkə də ehtiyacı var. Allah bilir, indi birazdan nə istəyəcək məndən. Bax, içində ilanları, fırtınaları, şeytanı belə gücləndirib. Sonra o adamdan həqiqi səmimiyyəti görəndə deyir, Allahım, mən nə yaramaz adamam. Niyə belə fikirləşirdim onun üçün? Bəli, dəyərli insanlar, özümüzü istəsək, bir mələk qədər gözəl, nurani, sevgili edə bilərik. Amma biz istəsək, özümüzü zalım, içimizdə bir şeytan yaşadıb, hər nəyimizi o şeytan kimi davrana bilərik. Ki o şeytan Allahın o qədər nemətlərinin qabağında təkəbbür etdi, üsyankar oldu. Amma Adəm əleyhissalam da eyni günahı elədi, elə Adəm də üsyan eləmişdi, şeytan da üsyan eləmişdi. Şeytan təkəbbür elədi, məhv oldu, Adəm əleyhissalam başa düşdü, səcdə elədi, yalvardı, xilas oldu. Bəli, dəyərli insanlar, unutmayaq, bizim Rabbimiz bizdən mərhəmət, sevgi gözləyir.
Ona görə də Allahın sənə verdiyi bütün nemətləri gör. Əlindəki telefon nemətdir. O telefonla əxlaqsız bir şeylərə baxacaqsansa, nemətə üsyan edəcəksən, şükür etməyəcəksən. Sənə var dövlət Allah veribsə, o var dövlətlə özün yedin, gözəl ev aldın, özünə gözəl miniş aldın, gözəl geyimlər geyirsən və bunlara görə də hər gün əllərini qaldırıb, Allahım bu nemətləri sən mənə vermisən, mən halal yeyirəm, içirəm, gəzirəm, dolanıram, yaxşılıq edirəm insanlara. Bax, bunu gördün, belə etdin, Allahın sənə verdiyi var dövlətin haqqını vermiş olacaqsan. Amma o var dövlətlə sən gedib şərab içdin, zina etdin, keyf elədin, dedin ki, bu fürsət mənə qısa verilib. Sən o zaman Allahın verdiyi var dövlətə üsyan etmiş olacaqsan. Maşının var, o maşınına görə sən Allaha şükür edirsənsə, hər gün onu sürəndə Bismillah deyib, Allahım, bu sənin nemətindir mənə vermisən. Heç maşın deyil, laf elə olsun velosipeddir. Laf elə olsun ki, ən ucuz bir şeydir. Amma ona görə Allaha şükür edəcəksənsə, Allahın qatında uca olacaqsan. Amma deyəcəksən ki, mənim maşınım bu nədir? Cəmaət gör nə sürür, mən nə sürürəm. O zaman sən Allaha haqqını vermədin. Namaz qılsan belə şükür edənlərdən deyilsən, ey qul. Bunu yadında saxla. Sağlığın da belə, gözəlliyin də belə. Allah sənə gözəllik verib. Sən deyirsən, nə, bu gözəlliyi hicabı örtün. Nə, mən də bunu hicabı örtüm. Bu cür gözəllik qalsın. Özünə xərc çəkib, maya qoyub, öz gözəlliyini daha da gözəlləşdirərək fəxrlə insanların içində gəzirsənsə, sən bilginən ki, bu neməti sənə Allah vermişdi, bu nemətə görə əzab çəkəcəksən. Göstərdiyin o yerlər alov olacaq. Haranı göstərdinsə ki, oranı örtmək lazım idi. Haranı göstərdinsə, həmən yerlərinlə sənə əzab veriləndə sən deyəcəksən, çaş ki, Allahın bu nemətini Allaha təşəkkür ilə əvəzini ödəyərdim. Yəni, Allah nə demişdi belə olmaqla? Allah buna bədən gücü verib, gedir zinalar edir. Niyə? Mənim bədənim güclüdür deyərək. Və bəlkə də bəzilərinə, bəzi insanları isə aşağılayır ki, yəni sən bunu bacarmırsan, mən bacarıram. Gör sənə eyni yerdən necə əzablar veriləcək. Ona görə dəyərli insanlar, Allahın bizə verdiyi hər nəyin qədrini bilək. Həyatımızın, evimizin, ailəmizin, övladlarımızın, pulumuzun, hətta xəstəliyimizin, yaşadığımız problemlərin belə qədrini bil ki, o problemlər səni insan edir. Allah bizi islah etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.